Bəzən sual verirlər ki, niyə İmam Əli qiyam eləmədi? Niyə İmam Həsən qiyam eləmədi? İmam Hüseyin qiyam elədi. İmam Zaman əleyhissalama qədər 11 imamın içərisində tək qiyam eləyən kim olur? İmam Hüseyin əleyhissalam. Digər imamlar o addım atmayıb. İmam idi. İmamın hikmətindən sorğu-sual olunmaz. Amma İmam Həsən əleyhissalamda həlim və səbirli idi. Sülh imzalayanda onun tərəfdarları belə imama qarşı çıxdılar. Bilirdilər, Peyğəmbər balasıdır. Bunları görə-görə balalarına sitem elədilər. İmam Hüseyin əleyhissalam qiyam elədi. Çünki İslam onda qürbətdə idi. Bu mənada ki, artıq İslam elə bir şəxs tərəfindən idarə olunmağa və İmam Hüseyin əleyhissalamı özünə beyət etməyə dəvət edirdi ki, onun İslamla yaxından uzaqdan əlaqəsi yox idi. Belə bir məsumlarımız dua edir ki, Allahümmə la təcəl musibətənə fi dinina. Allah, bizim müsibətimizi dinimizdə qərar vermə. Yəni, din bizim müsibət yerimiz olmasın. Adam xəstələnər, müalicə eləyərsən, sağalarsın. Müəyyən məsələlər, amma din müsibətdə olanda bu əqidə məsələsidir, mənəviyyat məsələsidir. Və onlar da istəyirdilər ki, İmam Hüseyin əleyhissalamı məcbur eləsinlər, Yəzid əleyhillənə vəl-əzaba beyət eləsin. Yəni, desin ki, sənin xilafətün haqdır, sən elə Peyğəmbər davamçısan, varisisən və elə sən haqq hakimsən. İmam Hüseyin əleyhissalam ona buyurdu ki, beynəkə və beynəllah, mənlə sənin aranda Allahı biz hakim qərar versək, kimin haqlı olduğu bəlli olar. Amma buyurdu ki, mənim kimisi əgər səninlə beyət etmiş olsa, onda gərək İslamın Fatihəsi oxunsun.